mərhəmət səndəndir. Hamısını sən mənə nəsib edirdin. Hamısını sən mənə nəsib edirdin. Hamısını sən mənə nəsib edirdin. İmam Səccadın duası ilə desəm. Ni'mukə ibtida. Birinci sən başçısan demişəm. Heç vaxt səndən qabağa düşə bilmərəm. Bir kitab yazılmışdı. Belə deyək də. Deyir, hər şey insanla başlar. Amma İslam təfəkküründə hər şey Allahla başlar. Allah lütf eləyir, lütfü dəyərləndirirsən. Adamı dəyərləndirmir. Bu baxışınızı düzəldir. Özünüzə müstəqil varlıq kimi baxma. Allahın qabağında mən heç kim. O nəsib edir. Gücü verir, enerjini verir, tövfiq inayət eləyir, dostu göndərir, xətib danışır, söhbət eləyir və. Bunlar hamısını qurur Allah. Allah sənin üçün nə qədər iş qurur. Elə bir yerə getməyəcəksən, misalımı izah verirəm sizə. Bir yerə gedəndən qabaq, görsən bir nəfər belə bir yerdə nüfuzlu bir insandır, bir yerə getməmişdən qabaq onun üçün yolu hazırlayırlar, nə bilim bir iş görürlər və s. O gələndə cəmaət çıxır qabağından qarşılayır, gəlib oturtdururlar, yeməyə gətirirlər, qoyurlar.